daşını dərmanla əritmək olarmı? Bəli, amma bu üsul həmişə uğurlu üsul deyil, xüsusi xəstələrdə seçilən bir üsuldur. Bəzi göstəriciləri vardır. Əgər öd daşınız çox kiçikdirsə, 5 mm-dən kiçik olmalıdır və tək ədəddirsə, eyni zamanda bunun xolesterin daşı olduğuna əminiksə və öd kisəniz iltihablı deyilsə, belə olan halda dərman müalicəsinə müraciət etmək olar. Dərman müalicəsində utka, yəni urso dezoksikoll turşusu dediyimiz preparatdan istifadə olunur və bu öd kisəsində olan daşın əriməsinə səbəb olur. Amma müalicə uzun müddətli olur, 6-12 ay civarı çəkir və müalicə müddətində mütləq həkim və ultrasəs müayinə nəzarətində olmalısınız. Dərman müalicəsindən sonra nəticə 50-70% hallarda uğurlu olur. Dərmanı dayandırdıqdan sonra isə daş yenidən yarana bilər. Və bir şeyi də unutmayaq, öd daşının dərmanla müalicəsində təhlükəli hal daşın kiçilib öd yoluna düşməsidir və bu sizdə xolangit, pankreatit verə bilər. Ona görə də öd daşı xəstəliyində ən radikal müalicə öd kisəsinin daşla birlikdə çıxarılmasıdır, yəni xolestektomiya əməliyyatıdır.